ən çox kimi seviriksə, onu gözləmək də bizim üçün dəyərli olur və həqiqətən də biz gözləyirik onu. Sadəcə gözləməyi ilə İncildə onların adları həkk olunub. Sadəcə gözləməyi ilə. Məsihlə görüşü gözlədiyimizə görə biz ayıq olmalıyıq. Və Adventin məqsədi bizi bu ruhani mürgüləməkdən oyatmalıdır. Deyin ki, dua iş deyil. Əgər dua iş deyilsə, nə üçün məsihçilərə az dua edir? Və mən dua edirəmsə, demək mən ehtiyatlıyam, mən oyağam və mən iş görürəm, Rəbbin gəlişi üçün iş görürəm. Amma müqəddəs kitaba əsaslanan Advent şəraitin gözəlləşdirməsi deyil, evin bəzədilməsi deyil. Və indi biz başa düşürük ki, bizim bilməməyimiz ziyan deyil, bizim bilməməyimiz lütfdür və Rəbbin sevgisidir bizə. Yəqin ki, xatırlayırsınız, keçən həftə də demək olar ki, eyni parça oxunmuşdu, sadəcə paralel bir mətn idi. Burada biraz fərq var. Ancaq biz bütün mətni nəzərdən keçirməyəcəyik. Bir ayə üzərində Rəbb bizi çağırır ki, bu ayənin mesajı haqqında bu gün düşünək. Ehtiyatlı olun, oyaq olun və maraqlısı budur ki, bu mətn müxtəlif tərcümələrdə biraz fərqlidir. Misal üçün, mən rus dilində oxuyanda, İngilis dilində oxuyanda, türk dilində oxuyanda və gördüm ki, fərqlər var və hətta orijinalda da bir mənalı olaraq Yunan mətnləri ilə və sonra Bizans dövründə olan mətnləri arasında bir balaca fərq var. Fərq nədən ibarətdir? Bizim tərcümədə yazılıb, ehtiyatlı olun, oyaq olun və digər bir tərcümələrdə dua edin də var. Və mən istədim onu da əlavə edin. Ehtiyatlı olun, oyaq olun, dua edin. Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək. Amin. Advent gözləntidir. Yəni biz 4 həftə əvvəl başlayırıq qeyd etməyə 1-ci, 2-ci, 3-cü, 4-cü və miladı qeyd edirik. Və nəyin gözləntisidir Advent? Çox zaman biz baxdıqda, filmlərə baxırıq və qərb adamlarına baxanda, yəni məsihçilikdə əsrlərlə olan insanlara baxdıqda, insanlara yox, mədəniyyətlərə baxdıqda və biz görürük ki, elə bir milad ərəfəsi kimi əslində ən gözə çarpan bayram əhval-ruhiyyəsidir və bayrama hazırlığı görürük. Amma müqəddəs kitaba əsaslanan Advent şəraitin gözəlləşdirməsi deyil, evin bəzədilməsi deyil. Advent gözləntidir. Bir dəfə gəlmiş və ikinci dəfə izzətlə gələcəyini söyləyən Allahın gözləntisidir. Bu, onu gözləməkdir. Və bu zamanda kilsənin etməli olduğu nədir? Bu zamanda sənin, mənim etməli olduğumuz nədir? Məsih deyir, yəni bu vəziyyət üçün, yəni ikinci gəliş üçün Məsih deyir ki, əslində birinci gəlişin, ikinci gəlişin əvvəlidir və ikinci gəliş üçün siz gözləntidə olmalısınız. Məsih deyir, ehtiyatlı olun, oyaq olun və dua edin. 3 feil, ehtiyatlı olun, oyaq olun, ayıq olun və dua edin. Ehtiyatlı olun. Birinci, bu çağırışa nəzər salaq. Advent yalnız geri baxmaq deyil. Milad bayramını qeyd etdikdə və Milad bayramına hazırlaşdıqda biz yalnız geri baxmalı deyilik. Keçmişdə Rəbb bir bəşər kimi gəldi. Həm də gələcəyə baxmaqdır. Axurdakı körpə tarixin sonu deyildi, axurdakı körpə tarixin mərkəzi idi. Luka 2-ci fəslə biz nəzər salsaq, biz orada 2 qəhrəman görürük. 2 yaddaşımıza sadəcə bir hadisə ilə yaddaşlarımıza həkk olan 2 qəhrəman görürük. Kimlərdir onlar? Şimeon və Xanna. Şimeon və Xanna. Onlar nəyə görə bizim yaddaşımıza həkk olunublar? Onlar nə etmişdilər belə? Nələrsə etmişdilər onlar ki, onlar müqəddəs kitaba. Onlar gözləyirdilər. Sadəcə gözləyirdilər. Sadəcə gözləməyi ilə
Həyat kitabına adları düşüb. Sadəcə gözləməyi ilə İncildə onların adları həkk olunub. Sadəcə gözləməyi ilə. Onlar bu ehtiyatı əldən vermirdilər. Onlar gözləyirdilər, gözləyirdilər, gözləyirdilər. Və kəlam deyir ki, onlar yaşı Şimon çox yaşlı idi. Və Məsihi gördükdən sonra, gözləntisinin gerçəkləşdikdən sonra o nə deyir? Artıq ölə bilərəm. Artıq ölə bilərəm. Yəni, mən yaxşı gözlədim. Ehtiyatla gözlədim. Oyaqlıq içində gözlədim. Dua içində gözlədim. Artıq ölə bilərəm. Mən bəxtəvərəm. Şimeon Məsihin doğulacağı tarixi bilmirdi. Bilmirdi nə vaxt doğulacaq Məsih. Ancaq gözləyirdi. Və bu bizim üçün bir örnəkdir. Biz bilmirik Məsihin ikinci gəlişi nə zaman olacaq. Ancaq gözləməliyik. Gözləməliyik. Siz fikir versəz, ən çox biz həyatımızda kimlərləsə ayrılırıq və ən çox kimi seviriksə, ən çox da onun gözləntisi bizim üçün dəyərli olur. Ən çox kimi seviriksə, onu gözləmək də bizim üçün dəyərli olur və həqiqətən də biz gözləyirik onu. Uşaqlıqda bu bizim anamız ola bilər. Ananı çox gözləyirik ayrılanda. Sonra sevgilimiz, sonra evladımız. Və Rəbb bu mesajı bizə verir ki, bizim ən çox gözlənilməli olan şəxs odur. Və Şimeon tarixi bilmədik mi? Biz də bilmirik. Ancaq bu onun gözləməyinə təsir etməmişdi. Və bizim də gözləntimizdə bu təsir etməli deyil və Məsih onun üçün deyir ki, ehtiyatlı olun. Ehtiyatlı olun. Məsih doğulanda onu görən təkcə Şimeon və Xanna idi. Yox, çox insanlar gördü də Məsih doğulmasını. Çox insanlar gördü. Ancaq onların gözləntisi fərqli idi. Onlar Məsihə tamamilə başqa cür baxırdılar. Və başqalarının, digərlərinin Məsihi görməyi ilə Şimeonun görməyi arasında fərq var idi. Və baxaq Şimeon nə deyir? Ey Pərverdigar! O, Rəbbə dua etməyə başlayır. Ey Pərverdigar! İndi sənin sözünə görə mən sənin qulun arxayın ölə bilərəm. Baxın, Məsihi gördüyünə görə. O deyir, ey Pərverdigar, indi sənin sözünə görə mən sənin qulun arxayın ölə bilərəm. Çünki bütün xalqların gözləri önündə hazırladığın xilası, millətləri aşkar edən nuru, xalqın İsrail üçün də izzəti öz gözlərimlə gördüm. Şimeon onlara, orada yazılıb ki, sonra xeyir-dua verib körpəni anası Məryəmə belə dedi. Bu körpə İsraildə bir çox adamın yıxılmasının və ucalmasının səbəbkarı və insanların rədd etdiyi bir əlamət olmaq üçün təyin olunur. Amin. Şimeon dünyanın xilaskarını görürdü. İllərlə məbəddə xidmət edən Xanna da Məsihə cismani gözlərlə baxmırdı. Biz də belə ehtiyatlı olmalıyıq. Gözləyən zaman ehtiyatlı olmalıyıq. Oyaq olun. Oyaq olun. İkinci çağırış. Bu ayənin içində olan ikinci çağırış. Və biz görürük ki, oyaqlıq müəyyən bir sayıqlığa sanki bizi çağırır. Yəni ki, biz ruhən mürgüləməməliyik. Biz oyaq olmalıyıq. Oyaq şəkildə gözləməliyik. Həm ehtiyatla, həm də oyaq olmalıyıq. Biz müasir insanlar bilməm nə dərəcədə keçmiş nəslin nümayəndələri, yəni mənim özüm də keçmişə aidəm demək olar. Yəni keçmiş nəslin nümayəndələri bununla necə razı olacaq? Ancaq müasir insanlar çox yorğundur. Çox yorğundur. Biz sanki avtomobili avtopilota qoyuruq müəyyən bir surətə. Sanki biz də avtopilotda yaşayırıq və bir çox şeyləri avtomatik edirik. Həyatımıza fikir versək, görərik ki, səhər oyanandan bir çox şeyləri biz avtomatda edirik. Yəni, düşünmədən edirik. İnsan şuurlu varlıqda hər şeyi düşünərək etməlidir, ancaq bir çox şeyləri düşünmədən edirik. Sanki avtopilotda yaşayırıq. Və dəhşətli dərəcədə mən düşünürəm ki, mənim həyatım, indiki həyatımla 20 il bundan əvvəlki həyatım arasında böyük bir fərq var. Böyük bir fərq var. Eyni insanam, ancaq böyük bir fərq var.
Və əminəm ki, bu hər birinizin həyatında belədir. Biz dəhşətli dərəcədə böyük həcmli və müxtəlif mövzulu informasiya altında inildəyirik. Biz o qədər informasiya əldə edirik, o qədər sosial şəbəkələr vasitəsilə. Biz o qədər məlumatlar almaq istəyirik, biz o qədər insanların həyatı ilə maraqlanırıq və bilmək istəyirik, onun həyatında nə baş verir, bunun həyatında müğənnilərdən tutmuş idmançılara qədər, siyasətçilərə qədər. Və bütün bu informasiya əslində bizi yorur, bizə bir yük kimidir. Və bu məlumatlı olmaq bizi əzir. Milad ərəfəsi, Advent bizi oyadır. 2 həftədir biz eyni mətni demək olar oxuyuruq, biraz fərqliliyi ilə. Biz Lukadan oxumuşduq, bu dəfə Markdan oxuyuruq. Eyni bizi oyaqlığa çağırır. Və Adventin məqsədi bizi bu ruhani mürgüləməkdən oyatmaqdır. Oyaqlığa çağırır. Oyaq olmaq nədir? Məsihə hər zaman gözləməkdir. Gözləyirəmmi mən Məsihə hər zaman? Məsihin tövsiyəsi budur ki, gözləməli hər zaman. Demək ki, bu mənim həyatım üçün vacibdir. İlk əsrlərdə məsihçilər bilirsiniz necə salamlayırlar bir-birini? Necə salamlayırlar məsihçilər bir-birini? Birinci, ikinci əsrin məsihçiləri necə salamlayırlar? Maranata. Maranata deyib salamlayırlar. Və biz bilirik ki, məsihçiliyin ən ağır təqibləri olan əsrlərdir. Birinci əsr, ikinci əsr. Ən ağır təqibləri olan bir dövr idi. Və onlar bilmirlər ki, sabaha sağ çıxacaqlar, yoxsa yox. Ancaq onlar hətta sabahı aqibətini bilmədiyi halda bugün əgər bir-biri ilə görüşürlər, onlar deyirlər Maranata. Maranata nə deməkdir? Gəl yarə. Gəl yarə. Baxın, məsihçilər bir-birini oyaq saxlayırlar. Onlar başa düşürlər ki, bu oyaqlıq çox vacib bir şeydir. Biz bir-birimizə baxanda, biz bir-birimizə hansı mesaj ötürürük? Hansı mesaj ötürürük? O zaman onlar bir-birinə mesaj ötürürlər. Ya Rəbb, gəl. Qardaşım, sən Məsihi gözləyənsən. Qardaşım, mən Məsihi gözləyənəm. Məsihçi məhkəmədən qorxduğuna görə ayıq yaşamalı deyil. Yəni ki, Məsih gələndə məhkəmə olacaq və mən ona görə ayıq olmalıyam. Ayıq olmalıyam ki, bu məhkəmədən yaxşı keçin. Məsihlə görüşü gözlədiyimizə görə biz ayıq olmalıyıq. Biz Məsihlə görüşəcəyik və buna görə biz ayıq olmalıyıq. Biz ona görə ayıq olmalı deyilik ki, biz məhkəmədə özümüzə bəraət qazandıraq. Üçüncü feil, dua edin. Dua edin. Biz dua edəndə, mən fikir vermişəm, bu şəxsən mənim özümdə də belədir və qardaşlarımda da bunu görürəm və adətən biz dua edəndə nə edirik? Çox zaman etiraf edirik. Günahlarımızı etiraf edirik, zəifliklərimizi etiraf edirik və bir çox etirafları məhz duada biz edirik. Və dua edin deməklə, o deməkdir ki, biz gözləyirik, biz sahibi gözləyirik. O mənim həyatımın mərkəzidir və mən onun gəlişi üçün və onun gəlişində ehtiyatlı olmağım üçün, onun gəlişində oyaq olmağım üçün mən dua edirəm. Dua gözləntinin pasiv olmadığını göstərir. Yəni, mən nəsə edirəm, bu gözləntidə nəsə edirəm, sadəcə pasiv bir şəkildə heç nə etməyərək gözləmirəm. Mən ehtiyatlıyam, mən oyağam və eyni zamanda bu gəliş üçün iş görürəm. Dua işdir. Dua işdir. Deyin ki, dua iş deyil. Əgər dua iş deyilsə,
Ne üçün məsihçilər az dua edir? Dua işdir. İntizamlı şəkildə dua etmək işdir. Və mən dua edirəmsə, demək mən ehtiyatlıyam, mən oyağam və mən iş görürəm, Rəbbin gəlişi üçün iş görürəm. Dua ilə böyük dəyişikliklər baş verir. Dua ilə iqtisadiyyat dəyişilir. Dua ilə insanlar dəyişilir. Dua ilə ölkələr dəyişilir. Dua ilə şəhərlər tikilir. Dua ilə şəhərlər məhv olur. Biz miladı görüb, indi isə ikinci gəliş üçün dua edirik. Biz miladı görmüşük. Və müqəddəs kitabda yazılanlara tam həqiqət kimi əminik biz bu həqiqətdən. Və biz miladı görüb, indi isə ikinci gəliş üçün dua edirik. Dördüncü diqqətimizi çəkən bir fikir odur ki, bilmirsiniz ki, o an nə vaxt gələcək. Bilmirsiniz. Adətən bizə nəyisə bilmədiyimizi deyəndə bizim xətrimizə deyir. Yəqin ki, hər birimizin belə bir zəif nöqtəsi var. Misal üçün, kimsə nəsə söhbət edir və hansı birimizə desələr ki, sən filan şeyi bilmirsən, bizim xətrimizə deyəcək. Elədir, yoxsa yox? Deyir, mənim xətrimə deyir. Çalışıram özümü elə göstərməyim, ancaq xətrimə deyir. Və adətən bir yerdə sual verəndə mən cavab vermirəm. Deyirəm, qoy başqası cavab versin. Səhv cavab verirsə, qoy o səhv cavab versin. İstəmirəm səhvim çıxsın. İstəmirəm bilməyən kimi görünüm. Və burada isə Rəbb deyir ki, bilmirsiniz. Və biz nəyi bilmirik? Məsihin gələcəyi zamanı bilmirik. Gəlin indi, çox sadə bir şeydir. Gəlin indi həqiqətən də başa düşək. Bizim bu bilməməyimiz pisdir, yoxsa yaxşıdır? Baxın, əgər biz bilsək, Məsih 31-ci il, avqustun 31-i gələcəksə, biz nə edəcəyik? Avqustun 31-nə qədər biz tamamilə başqa bir həyat yaşayacağıq. Və indi biz başa düşürük ki, bizim bilməməyimiz ziyan deyil, bizim bilməməyimiz lütfdür və Rəbbin sevgisidir bizə. Biz bilməliyik ki, bizim bilməməyimiz yaxşılıqdır. Biz bilməməklə daha yaxşı oluruq və ola bilərik. Biz bilməməklə daha yaxşı oluruq və onun üçün də bilmirik. Milad ərəfəsinin əsas fikri, əsas nüvəsi odur ki, bütün yaradılışın mərkəzi çarmıxdır. Bizim gözlədiyimiz şəxs artıq yer üzünə gəlmişdi və rədd edilmişdi. Getsemani bağında Məsih nə deyir? Oyaq olun və dua edin. Kimə deyir? Şagirdlərinə deyir. Oyaq olun və dua edin. Şagirdlər isə bundan sonra nə edirlər? Oyaq olurlar və dua edirlər. Amin. Yatırlar. Yatırlar, Biz də bəzən yatırıq. Məsih Getsemani bağında deyir, oyaq olun, dua edin, ayıq olun, dua edin. Şagirdlər bundan sonra yatırlar, Məsih nə edir? Oyaq olur və dua edir. Oyaq olur və dua edir. Bizim nura çıxmağımız üçün o zülmətə daxil olur. Bizim oyaq imanımız üçün onun oyaqlığına cavabımızdır. Bizim indi oyaq olan imanımız onun oyaqlığına, ayıqlığına cavabımızdır. Advent neçə həftədir, qardaşlar və bacılar? 57. Advent 4 həftə deyil. Bu mənim sözüm deyil. Advent 4 həftə deyil. Çox zaman biz düşünürük ki, Advent, Milad ərəfəsi 4 həftədir. Advent bizim vəziyyətimiz olmalıdır. Bütün il boyu. Advent, biz həmişə o Advent əhval-ruhiyyəsində olmalıyıq. Gözlənti.
Ehtiyatlı olmaq həqiqətdə yaşamaqdır. Rəbb istəyir ki, biz həqiqətdə yaşayaq və onun üçün deyir, ehtiyatlı olun. Oyaq olmaq ruhən mürgülənməməkdir. Rəbb istəyir ki, biz ruhən mürgüləməyik və ona görə deyir ki, oyaq olun evladlarım, oyaq olun sevdiklərim, ehtiyatlı olun, həqiqətdə yaşayın, oyaq olun, ruhən mürgüləməyin, dua edin, dua edin, məni gözləyərək dua edin, məni dua ilə qarşılayın, mənim gəlişimi dua ilə qarşılayın. Bugün Məsih bizə deyir, ehtiyatlı olun, oyaq olun, dua edin və biz də deyək, keçmişdəki o xristiyanlar kimi biz də deyək, Maranata, gəl ya Rəbbisə. Qoy bu söz bizim də dilimizdə olsun. Hə deyək, Maranata, gəl ya Rəbbisə. Ya Rəbb, mən ehtiyatlıyam. Məni daha ehtiyatlı et. Ya Rəbb, mən oyağam. Məni daha oyaq et. Ya Rəbb, mən dua edirəm. Lakin məni daha çox duacıl et. Qoy mən səni dua edərkən sənin ikinci gəlişini qarşılayım. Sənə indidən və əbədiyyən şan, şərəf və izzət olsun. Amin.